uşağınızın özgüvənli olmağını istəyirsinizsə, kiçik yaşlardan onun edə biləcəyi işlərdə ona müdaxilə eləməyin. Baxım bacarıqları, yerimək, əynini geyinmək, soyunmaq, yəni bu baxım bacarıqlarının içərisində gedir. Oyuncaqlarını toplamaq və s. bunları onun öz məsuliyyətinə buraxırsınız. Biraz yuxarı yaşlara gələndə dərs oxumaqla bağlı olan motivasiyasını artırırsınız və ona düzgün geri dönüşlər edirsiniz. Onun davranışlarını tərif edirsiniz. Yuxarı yaşlarda yeniyetmələrin fikirlərinə önəm verirsiniz. Sən bu haqda nə düşünürsən? Sən nə üçün bunu belə bu şəkildə düşündün? Deyə onun fikirlərini sorğuluyursunuz. Yeniyetmə yaş dövründə də bu xüsusilə vacibdir. Onları heç kimlə müqayisə eləmirsiniz. Etdikləri səhvlərdə düzgün şəkildə yanaşma tətbiq edirsiniz. Səhv hərəkət edə bilərsən. Burada vacib olan səhvləri necə düzəltməkdir? Gəl bir yerdə onun üzərindən düşünək. Bu şəkildə yanaşmalar etsəniz, inanın ki, sizin övladınızda o özgüvən pillə-pillə inşa olunacaq və siz özünüz də müəyyən müddətdən sonra bunun fərqinə varacaqsınız. Özgüvən cəmiyyət arasında yox, birinci ailədə formalaşır. Ailədə düzgün təməl qurulanda istənilən bir cəmiyyətdə o insan öz yerini tapır.